Hansel və Gretel nağılı. Bir zamanlar Hansel və Gretel adında bacı-qardaş yaşayırmış. Onlar hələ çox balaca ikən anaları dünyasını dəyişmiş. Meşənin içindəki bir daxmada ataları ilə birlikdə yaşayırmışlar. Ataları həm odunçuluq edib pul qazanmağa çalışır, həm də uşaqlarına baxırmış. Tək başına həm işlə, həm uşaqlarla bacara bilməyən ata bir neçə ildən sonra yenidən evlənmiş. Odunçunun yeni arvadı varlı bir ailədən imiş. Meşənin kənarındakı köhnə, uçulub dağılmış daxmada yaşamaqdan və kasıblıq içində ömür sürməkdən nifrət edirmiş. Üstəlik, ögey uşaqlarını da heç sevmirmiş. Bir axşam çox soyuq bir qış gecəsində Hansel və Gretel yataqlarına uzanıb yuxuya getməyə hazırlaşarkən, ögey analarının atalarına dediyini eşidiblər. Bu qışı necə keçirəcəyik? Yeməyimiz çox az qalıb. Əgər bu uşaqlardan qurtulmasaq, aclıqdan öləcəyik. Ataları bu təklifə qəzəblənib, etiraz edib. Arvadı isə, mübahisəyə dəyməz, deyib, qərarımı vermişəm, sabah onları meşəyə aparıb qoyacağıq. Gretel bunları eşidib, ağlamağa başlayıb. Qardaşı Hansel onu sakitləşdirib. Narahat olma Gretel, evin yolunu bir cür taparıq. O gecə geç saatlarda Hansel gizlicə çölə çıxıb, cibinə bir xeyli çıngıldaşı yığıb. Səhər tezdən ailə birlikdə meşəyə tərəf yola düşüb. Ataları uşaqlarına güya gəzintiyə getdiklərini deyib. Gedərkən Hansel cibindəki çıngıldaşlarını kimsəyə hiss etdirmədən yerə atıb, keçdikləri yolu nişanlayıb. Günorta vaxtı ataları və ögey anaları onlar üçün od qalayıblar. Və tez qayıdacaq, deyib meşənin dərinliyinə yox olublar. Əlbəttə geri qayıtmayıblar. Gecə düşüb, meşədəki vəhşi heyvanların qorxunc səsləri eşidilirmiş. Canavarlar ətrafda uluyurmuş. Hansel və Gretel isə qorxudan titriyirmişlər. Ay çıxanadək odun yanından ayrılmayıblar. Sonra ay işığında parlayan çıngıldaşlarını izləyərək evlərinə tərəf yol alıblar. Uşaqlar evə qaydanda ataları onları qarşısında görüb çox sevinib. Ögey anaları da güya sevinirmiş kimi davranıb, amma əslində qərarını dəyişməmiş. İçində özündə uşaqların qayıtmasına çox əsəbləşmiş. 3 gün sonra ögey ana yenidən onlardan qurtulmaq istəmiş. Gecə uşaqların qapısını bağlayıb. Bu dəfə Hanselə çıngıldaşı yığmağa icazə verməyib. Amma Hansel ağıllı uşaq imiş. Səhər meşəyə gedərkən axşam yeməyindən cibinə gizlədiyi quru çörəyin qırıntılarını yola səpib, yenə arxasında iz qoyub. Günorta vaxtı ögey anaları və ataları yenə bir bəhanə ilə uşaqları meşədə qoyub gediblər. Onların qayıtmadığını görəndə Hansel və Gretel hava qaralmadan evə dönmək istəmişlər. Amma bu dəfə izi tapa bilməmişlər. Çünki quşlar bütün çörək qırıntılarını yeyibmiş. Gretel ağlamağa başlayıb, Hansel isə ilk dəfə ümidsizliyə düşüb. Bu dəfə doğurdan da azıblar. Meşədə 3 gün, 3 gecə ac və qorxu içində dolaşıblar. 3-cü gün bir ağacın budağında bəyaz bir quş görmüşlər. Quş onlara gözəl səsi ilə mahnı oxuyub, aclıqlarını unutturub. Uşaqlar quşun arxasınca gediblər və o onları qəribə bir evin yanına gətirib. Bu evin divarları çörəkdən, damı tortdan, pəncərələri isə şəkərdən imiş. Evin hər tərəfi rəngbərəng konfetlərlə bəzədilmişmiş. Hansel və Gretel gözlərinə inana bilməmişlər. Ev möhtəşəm və dadlı görünürmüş. Uşaqlar bütün yorğunluqlarını unudub, Hansel evin divarından, Gretel isə pəncərəsindən bir parça qoparıb yemək istəyəndə, birdən evin içindən bir səs eşidilib. Qapıya baxanda, orada çox şirin görkəmli qoca bir nənə dayanıbmış. Uşaqlar başlarına gələnləri qocaya danışanda, qadın çox kədərlənmiş kimi davranıb, onlara yazığı gəlib və evinə dəvət edib. Amma evin içi çölü kimi mehriban və gözəl deyilmiş, qəribə, qorxulu bir havası varmış. Uşaqlar isə ac və çox yorğun olduqları üçün buna fikir verməyiblər. Qoca qadın onların qarşısına müxtəlif yeməklər və şirniyyatlar düzüb. Hansel və Gretel indiyədək dadmadıqları yeməkləri yeyiblər. O gecə yumşaq, quş tükündən olan yataqlarda rahatca yatıblar. Səhər oyananda qadının evdə olmadığını görüblər.
evin içini gəzməyə başlayıblar. Dəhlizin sonunda balaca bir qapı görüb açanda, içəridə sandıqlar, qızıllar və qiymətli xəzinələr görmüşlər. Təbii ki, çox təəccübləniblər. Hansel içəri girmək istəyəndə, birdən eşitdikləri qorxunc bir səsdən diksiniblər. Arxalarına dönəndə, qarşılarında bir cadını görüblər. Məlum olub ki, o şirin görkəmli qoca qadın əslində diqqətsiz uşaqları tələyə salmaq üçün evini körək və tortdan tikən bir cadıymış. Uşaqlar evdən qaçmaq istəsələr də qapı bağlıymış. Cadı Hanselin saçlarından yapışıb, onu gücü yetdiyi qədər dartaraq sürüyüb və dəmir qəfəsə salıb kilidləyib. Sonra Greteli sürüyə-sürüyə mətbəxə aparıb. "Qardaşın çox arıqdı," deyib cadı. "Ona yemək bişir, kökərsin, əti budu yerinə gəlsin. O zaman mənim üçün dadlı bir yemək olacaq. Amma sən heç nə yeməyəcəksən, bütün yeməkləri o yeyəcək." Gretel çarəsiz şəkildə cadının dediklərini yerinə yetirib. Amma Hansel ağıllı və soyuqqanlı uşaq imiş. Gözləri yaxşı görməyən cadını aldatmağa qərar verib. Hər gecə cadı yatandan sonra qəfəsin altını qazmağa başlayıb. Cadı isə hər səhər Hanselin kökəlib kökəlmədiyini yoxlamağa gəlirmiş. Hansel isə bacısının verdiyi yeməkləri yemir, qazdığı yerə bastırıb gizlədirmiş. Cadı hər dəfə hələ arıqdı deyib, Gretelə daha çox yemək bişirməyi əmr edirmiş. Beləcə günlər keçib, bu hal uzun müddət davam edib. Bir gün cadının səbri tükənib. "Kök, arıq, fərq etməz, bugün Hansel piroqu bişirəcəyəm," deyib qışqırmış. Sonra Gretelə dönüb əmr edib. "Get sobaya bax, xəmir tam bişibmi? Bir yoxla." Qorxu içində yaşasa da, Gretelin də Hansel kimi ağlı yerindəymiş. Cadının onu sobaya itələyəcəyini başa düşüb. "Başımı sobaya soxa bilmirəm, xəmir bişibmi, görə bilmirəm," deyə nazlanıb. Cadı hirslənib əlini itələyərək, "Çəkil kənara, nəm baxım," deyib başını sobaya salan kimi, Gretel bütün gücünü toplayıb, onu sürətlə sobaya itələyib. Ardınca qapını bağlayıb. Sonra qaçıb cadının açarları gizlətdiyi yeri tapıb, açarı götürüb, Hanseli bağlı olduğu qəfəsdən azad edib. Sobadan çıxan alovlar bütün evi bürümüş. Bacı-qardaş yanan evdən qaçıb, yenidən meşəyə girmişlər. Amma hara gedəcəklərini heç bilmirmişlər. Bir müddət sonra qarşılarına bir çay çıxmış. Böyük bir ördək əvvəl Hanseli, sonra isə Greteli çayın o biri sahilinə keçirmiş. Uşaqlar ətrafa baxıb, olduqları yeri tanıyıblar. Dərhal evlərinə tərəf qaçmağa başlayıblar. Ataları onları qarşısında görəndə çox sevinib. Sevinç göz yaşları içində onlara demiş ki, onları meşədə qoyduqdan qısa bir müddət sonra o zalım ögey anaları atasının evinə qayıdıb və bir daha geri gəlməyib. Ataları etdiklərinə görə çox peşman olduğunu, onları çox axtarsa da meşədə tapa bilmədiyini danışıb. Uşaqlar isə atalarını çox sevdikləri üçün onu bağışlayıblar. Amma atalarını başqa bir sürpriz də gözləyirmiş. Hansel cibindən, Gretel isə önlüyünün cibindən cadının evində tapdıqları qızılları və qiymətli almazları çıxarıblar. Ataları gözlərinə inana bilməyib. Beləcə, ailənin bütün çətinlikləri arxada qalıb. O gündən sonra ömürlərini xoşbəxtlik və var-dövlət içində keçiriblər. Əgər bu hekayəni bəyəndinsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutma. Yeni nağıllarda görüşənədək, sağ olun uşaqlar.